Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin əmmə ba'd. Deməli, cəmaat namazı bölümünü oxumağa davam edirik. 57-ci hədis. Bu bölümdə də 4-cü hədis. Buyurur ki, şeyx, el-hadisul rabi, 4-cü hədis. An Abdullah ibn Umar radiyallahu anhuma anin nebi sallallahu aleyhi və səlləm qal. Abdullah ibn Umar radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. İdə istəzənət əhadukum imra'atuhu iləl məscidi fələ yəmna'hə. Sizdən birinizdən qadını məscidə getmək üçün icazə istəyərsə, ona əngəl olmasın. Sizdən birinizin qadını ondan məscidə getmək üçün icazə istəyərsə, ona əngəl olmasın. Bu hədisi İmam Buxari rahimehullah rivayət edib 873-cü hədisdir və Müslim rivayət edib 442-ci hədisdir. Qalə və Abdullah ibn Umar davam edir, deyir ki, fəqalə Bilal ibn Abdillah vallah lənəmnəuhunnə. Deyir ki, Bilal ibn Abdillah, Abdullah ibn Umarın oğlu, yəni Ömər ibn Xattabın nəvəsi Bilal. Deyir ki, Allah'a and olsun, biz onlara deyir, əngəl olacağıq. Getməsinlər. Qalə fəəqbələ aleyh Abdullah. Abdullah onun yanına gəlir, deyir, tez. Ömər ibn Xattabın oğlu Abdullah. Bilalın atası yəni. Fəsəbbəhu səbbən seyyiən mə səmi'tuhu səbbəhu misləhu qat. Onu deyir, çox pis bir şəkildə deyir, söyür. Hələ deyir, onun belə söydüyünü, deyir, onu söydüyünü heç vaxt görməmişdim. Abdullah ibn Umar. Söyür pis bir şəkildə onun və qal və deyir, uxbirukə an Rasulullah sallallahu aleyhi ve sellem və təqul vallah lənəmnəuhunnə. Mən deyir, sənə Allahın Rəsulundan xəbər verirəm sallallahu aleyhi ve sellem. Sən deyirsən ki, vallahi biz onlara deyir, əngəl olacağıq. Buna görə hissənir ona. Bu da Müslimdə gəlir, 442-ci hədisdir. Başqa bir ləfzdə isə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, lə təmnəu imə Allahi məsacidallah. Allahın qadın qullarına məscidləri qadağan etməyin. Allahın qadın qullarına məscidlərə getməyi qadağan etməyin. Bu da Buxari rahimehullah rivayət edib 900-cü hədisdir, Müslim rivayət edib 442-ci hədisdir. Deməli, burada bu hədisdən bir çox faydalar çıxır. Onlardan biri odur ki, qadınları məscidə getməyə əngəl olmaq, onları qadağan eləmək ya məkruhdur, bəyənilməyən işdir, ya da ki, haramdır. Əgər o deyir, məscidə getmək üçün, başqa iş üçün yox və başqa orada problem yoxdursa, başqa fəsad və s. çıxmaz ehtimalı yoxdursa, başqa belə bir əngəl yoxdursa, qadın sadəcə namaz qılmaq üçün məscidə getməyə icazə alırsa, ona icazə verməmək olmaz. Ya haramdır deyir, ya da məkruh ən yüngülü. Burada deyir, həmən bu Bilal, huvə Bilal ibn Abdillah ibn Umar. Ömər ibn Xattabın oğlu Abdullahın oğlu Bilaldır. Burada deyir, onun sözünün, Bilalın sözünün zahiri etiraza oxşadığına görə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem sözünə etiraza oxşadığına görə atası onu söyür, hissənir ona. Amma əslində Abdullah radiyallahu anhunun elə bir xasiyyəti olmayıb, adəti olmayıb ki, söyüşkən olmayıb. Əksinə, abid, zahid, vara əhli bir insan olub, yəni çox belə təqvalı, çox imanlı, elm əhli, alimlərdən olub. Sadəcə burada onu Allah və Rasuluna görə, belə deyək, burada Allah və Rasuluna görə qəzəblər. Bəli, ki sən Allahın Rasulunun sözünü deyirəm. Sən deyirsən ki, biz ona deyir, əngəl olacağıq. Elə başa düşür ki, sözünün zahirindən o hədisə yəni etiraz eləyir. Ona görə ona hissənir. Amma əslində Bilal radiyallahu anhu nə eləmişdi? Yəni etiraz olaraq etməmişdi bu. Onu deyir, bu sözləri deməyə vadar eləyən həmən zamanda artıq qadınların məsələni biraz genişləndirməsi idi. Ona görə deyir, Ayşə radiyallahu anhu deyir ki, "Ləv ra'a Rasulullah sallallahu aleyhi ve sellem minən nisa'i mə ra'inə ləməna'hunnə minəl xuruc." Əgər deyir, Allah Rasulü sallallahu aleyhi ve sellem bizim gördüklərimizi görsəydi, onları evdən çıxmağa qadağan eləyərdi. Subhanallah. Bu hansı zamandır? Peyğəmbər sallallahu aleyhi ve sellem vəfatından sonra, bəli, tabeinlərin deyək ki, zamanıdır. Allahu akbar. Gör nə deyir? Deyir, əgər deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem
qadınlardan bizim gördüyümüzü görsəydi, o zaman onları deyir, çıxmaqdan, evdən çıxmaqdan qadağan eləyərdik onlara. Bu hədis də Buxar rəvayət edib, 831-ci hədisdir, Müslim rəvayət edib, 445-ci hədisdir. Gör, bunu kim deyir? Ayşə radiyallahu anh. Yəni, Bilalın da deməsi ona görə idi. Həmən zamana denk gəlir. Həmən zamana uyğun gəlir. Yəni, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem zamanındakı kimi qadınlar belə kölgə kimi gedib gəlmirdilər, görünür ki, bu vaxtda. Çünki Ayşə radiyallahu anh deyir. Amma yəni, atasının da onu yəni, sövməsinin səbəbi sözünün zahiri Peyğəmbər sallallahu aleyhi ve sellemin sözünə etiraz görsəndiyinə görə. Amma başqa cür olsaydı, deyir, həmişə kimi onu ədəbləndirərdi başqa yollarla. Başqa cür başa salardı. Yəni, burada da o Ayşə namazının deməsinə gəldikdə, yəni artıq onlar elə bir biraz rahatlamışdılar. Qadınlar. Yəni, şübhəsiz ki, indiki zamana müqayisə oluna bilməz. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem zamanına nisbətdə. Və başqa ləfzdə gələn, hədisin başqa ləfzinə gəldikdə isə Peyğəmbər sallallahu aleyhi ve sellem orada deyir ki, Lə təmnə'u imə Allahi məsəcidəllah. Allahın qadın qullarına məscidə getməyə əngəl olmayın. Və hədisin sonunda isə nə deyir? Və buyutuhunnə xayrun ləhunna. Evləri isə onlar üçün daha xeyirlidir. Bax, deyir, qadınlara əngəl olmuyor məscidə getməyə. Getməyə istəyirlərsə məscidə gedib qılsınlar namazlarını. Amma bununla yanaşı evləri onlar üçün daha xeyirlidir. Görsən. Hətta bu Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında belə. Evləri onlar üçün daha xeyirlidir. Əgər deyir, məscidə çıxmaq mücərrədən olaraq məscid üçünsə, budur vəziyyət. Bax, sırf namaza gedirsə, mən ancaq gerim namaza, gəlirim evə. Evin sənin üçün daha xeyirlidir, qadın üçün. Amma burada namazla yanaşı başqa məsləhələr varsa, məsəl üçün, moizə var, onu dinləməyə və ya dərs var, qadınlar da dərsdən faydalanacaq məsələn və başqa, onların çıxmağına başqa bir əngəl, başqa bir maneə yoxdursa, bu halda qadınların getməsi daha xeyirlidir. Gedib dərsdə də, moizədə də istifadə, yəni ki, etmələrinə görə. Bu da daha xeyirdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, bayram namazına qadınlara əmr edirdi ki, çıxsınlar. Bayram namazına. Hətta onların içərisindən heyz olana belə. Ərə getməmiş qızlar belə. Və yaxud da ki, evlərinə qapanmış qadınlara belə. Bəzi qadınlar müəyyən bir yaşa çatdıqdan sonra evlərinə qapanarlar, heç vaxt çıxmazlar. Ancaq ibadət, Quran oxumaq, zikr etmək, ibadət, ancaq bu işlə məşğular. Hətta onlara belə əmr edir ki, bayram namazına çıxın. Bax, belə bir məsləhət, belə bir fayda varsa, qadının evindən çıxmasında nə var? İçinə fayda var. Yarhamukallah. Burada yəni ki, söhbət edək ki, mücərrədən namaza getməkdən. Evləri daha xeyirdir. Amma başqa belə faydalar varsa çıxa bilər. Və sonra başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "Vel yuxricna tefillat." Onlar deyir, məscidə gedərkən isə bu icazəli halda çıxarkən ətirlənmədən, zinətlərini göstərmədən çıxsınlar deyir. Zinətlərini göstərməsinlər, bərbəzəkli paltarlarını giyməsinlər, əksinə adi, gündəlik paltarlarında getsinlər. Ətirlənməsinlər. Bu olmaz. Haramdır qadınlara ətirlənib evdən çıxmaları. Amma ətirlənər, gözəl paltarlar və s. belə zinətlərini göstərə-göstərə giyinərlərsə, bu zaman onların evdən çıxması haramdır. Bu halda evdən çıxmaları haramdır. Onların vəlilərinə, böyüklərinə və yaxud da ki, vəlisi böyüyü yoxdursa, bölgənin başçısına, valisinə vacibdir ki, onlara əngəl olsun. Bu halda evdən çıxmalarına. Əgər məsəl üçün küçədə ətirlik halda gəzən məsəl üçün bir qadın varsa və açıq-saçıq qadın varsa, bu onun vəlisinin günahıdır. Vəli yoxdursa, idarəçinin boynuna düşür. Hətta deyir, məsəl üçün, deyək ki, qadın evdən çıxır, o cür bəzənir, düzənir, ətirlənir. Deyir ki, mən özündən əminəm da. Özündən əmindir, yəqindir ki, bu fitnəyə düşməyəcək. Gedir, gəlir. Sən əmin ola bilərsən. Sən başqalarına axı fitnəyə sarırsan. Başqalarının gözləri sənə baxır. Başqalarının meylini sən özünə tərəf çəkirsən və onun günaha düşməyinə səbəb olursan.
onun günaha düşməyinə səbəb olduğu üçün sən də günah qazanırsan. Allah köməyimiz olsun. Sonra İbn Ömər radiyallahu anh'ın o ravatib namazlar haqqında, yəni fərz namazların yanında qalan sünnə namazlar haqqında dediyi sözə gəldikdə deyir, insan yəni yaxşı deyil ki, deyir, sünnələri tərk etsin. Həmən ratibə namazları. Görün İmam Əhməd rahimehullah nə deyir bu haqda? Kim ki ratibə namazları və vitr namazlarını davamlı bir şəkildə tərk edərsə, o bir pis kişidir. O pis adamdır deyir. Kim ratibə namazları və vitr namazı daimi bir şəkildə tərk edirsə, o deyir pis adamdır. Onun şahidliyi qəbul olmaz. Subhanallah. Gör necə sərt olub bu məsələdə. Ratibə bu fərzlərə birləşiyor. Bəli. Deyir, onu deyir, davamlı bir şəkildə o ratibə namazlarını insanın heç vaxt qılmaması, davamlı bir şəkildə tərk edəməsi onu deyir, ədalət sifətindən deyir, çıxardır.